Bağışlayan və mehriban Allahın adı ilə salamlayıram hər birinizi, dəyərli izləyicilər, xoş gördük sizləri. Əgər xatırlayırsınızsa, biz artıq ötən dəfə bəzi şərtlər barəsində danışmışdıq ki, İmam Hüseyn əleyhissalamın öz dilindən idi və özü vurğulayırdı ki, imamla bərabər olmağın hansı şərtləri var? Hansı şərtlər əsasında biz imamla həmişə bərabər ola bilərik. Amma mən sizə vədə vermişdim ki, bu dəfəki proqramımızda inşallah ki, İmam Hüseynin səhabələrinin xüsusiyyətləri barəsində danışacaq. Nəyə görə İmamın səhabələrinin xüsusiyyətləri barəsində danışırıq? Ona görə ki, İmam Hüseynin səhabələrinin bəzi üstün cəhətləri var idi ki, o bais oldu ki, onların aqibəti xeyr olsun və onlar imamla bərabərliklərini qoruya bilsinlər və axırda da şəhadətlə dünyadan köç etsinlər, aqibətləri xeyr olsun. Və bu xüsusiyyətləri bilməyin bizə faydası budur ki, həmin xüsusiyyətləri özümüzdə qüvvətləndirək və o qüvvətlənməyə mane olan bütün xüsusiyyətləri də aradan qaldıraq inşallah. Səhabələrin ən üstün xüsusiyyətləri əvvəla onların hürriyyətləri idi, yəni azadəlikləri. Öz azadlıqlarını qorumaqları, asılı olmamaqları idi. Amma İmam Sadiq əleyhissalam bu babda, bu yəni qismdə gözəl xüsusiyyətlər qeyd edir ki, İmam Sadiq əleyhissalamın buyurduqlarının arasında belə bir söz var ki, deyir ki, 5 xüsusiyyət olmasa insanın həyatında yəni öz həyatlarının səmərəsi olmaz. İnsanın həyatının heç bir səmərəsi olmaz. Bu 5 xüsusiyyət çox önəmlidir. 5 xüsusiyyət, həmin 5 xüsusiyyət ki, İmam Sadiq əleyhissalam vurğulayırdı, 5 xüsusiyyət həmin səhabələrdə var idi. İmam Hüseynin səhabələrində var idi, hansı ki, o səhabələr barəsində İmam Hüseyn buyurmuşdu ki, mənim səhabələrimdən üstün bir səhabə yoxdur. Əgər biz də həmin o xüsusiyyətləri özümüzdə toplasaq, bugün biz də öz dövrümüzün imamına ən yaxşı köməkçilər ola bilərik. Birincisi bu idi ki, onların vəfası var idi. Yəni, İmam Sadiq əleyhissalam ki, buyurur, 5 xüsusiyyət insanda olmasa onun həyatının heç bir səmərəsi yoxdur. Yəni, sanki həyatını puç yaşayıb, boşuna yaşayıbdı. Bu xüsusiyyətləri biz öz həyatımızda tətbiq etməliyik, formalaşdırmalıyıq ki, həyatımız bihudə olmasın. İmamın bəyəndiyi və sevdiyi tərzdə olsun ki, birinci xüsusiyyət vəfadır. İnsanın əgər vəfası olmasa, insan həyatından heç bir səmərə aparmayıbdır. Bu vəfa ən başda dövrün imamı ilə olan vəfadarlıq olmalıdır. Əgər insan öz dövrünün imamına vəfalı olsa, o zaman öz həyatının hər bir sahəsində, istər iş yoldaşları ilə, istər dostları, istər ailəsi, hər bir sahədə vəfalı olacaq. Bəs vəfa önəmli bir xüsusiyyətdir ki, İmam Hüseynin dostlarında bu var idi və imam hər nə qədər çalışdısa ki, onları azad etsin, yolundan döndərsin, onlar yenə də razılaşmadılar. Dedilər ki, 100 dəfə, 1000 dəfə biz öldürülsək sənin yolunda, hətta vücudumuzu yandırsalar, külə döndərsələr və o külü də göyə sovursalar, havaya sovursalar, aradan geçsə, biz yenə də təzədən sənin yolunda, səninlə bərabər şəhid olmağa hazırıq. Və ikinci xüsusiyyət budur ki, İmam Sadiq əleyhissalam buyurduğu tədbir, yəni proqramlı olmaq. İnsanın gələcəyə ümidlə baxması, gələcəyi haqqında düşünməsi çox önəmli bir xüsusiyyət idi ki, bu İmam Hüseynin dostlarının arasında onların hamısında bu xüsusiyyət var idi. Deyəcəksiniz ki, indi proqramlı olmağın bu imamın səhabələri ilə nə əlaqəsi var? Çox əlaqəsi var. Nəyə görə? Çünki proqramlı insanlar gələcək haqda tədbir tökürlər. Gələcək haqda düşünürlər və proqram qururlar. Bunların ən böyük proqramı bu idi ki, yəni bugün biz imamla şəhadətə yetişməsək, gələcəyimiz nə olacaq? Tutaq ki, biz buradan Həzrət xanım Fatimə Zəhranın balasını, Peyğəmbər balasını tənha qoyduq, qayıtdıq, geri döndük. Biz bu vicdanla yaşaya biləcəyikmi? Gələcəyimiz nə olacaq? Onlar öz gələcəklərini zəmanət altına alırdılar öz dövrünün imam zamanı ilə şəhid olmaqla, İmam Hüseyn ilə şəhid olmaqla. Bəs deməli, onlar gələcəyi görən, proqramlı şəxslər idi və proqramlı şəkildə imamın yanındaydılar. Deməli, insan əgər tədbirli olmasa, insanın proqramı
proqramı olmasa həyatının heç bir səmərəsi yoxdur. Mən dəfələrlə vurğulamışam, yenə deyirəm ki, insanın hətta duası üçün, hətta yaşayış tərzi üçün, hətta aylıq maddi məvacibi üçün, hətta ibadi məsələlər üçün yüngül də olsa proqramı olmalıdır. Belə olmadığı halda insan müvəffəq olmayacaq. Digər xüsusiyyəti isə onların həya və iffət məsələsi idi. İnsanın əgər həya və iffəti olmasa, insanın həyatının heç bir səmərəsi olmaz ki, imamın dostlarının xüsusiyyətlərində həya və iffət var idi ki, biz buna ən yaxşı nümunə kimi hürrü gətirə bilərik. Niyə mən tez-tez hürrü gətirirəm həmişə öz nümunələrimdə, misallarımda? Ona görə ki, bizim böyük alimlərimiz daha çox hürdən misal gətirirlər. Niyə? Çünki insanların əksəriyyəti günah eləyir, insanların əksəriyyəti xəta eləyirlər. Amma şeytan çalışır ki, həmişə onları naümid eləsin ki, sən o qədər qərq olmusan ki, artıq tövbə eləsəndə qəbul deyil. Bu heç də doğru fikir deyil. İmamın dostlarının arasında Hür ən çox mürtəkib olan şəxs idi. Nəyə görə? Çünki imamı mühasirəyə alan, düşmənin mühasirəsinə alan, hətta onun yolunu bağlayan şəxs Hür idi. Amma son mərhələdə o tövbə edir, ayılır, agah olur. Nəyin sayəsində? İmama nisbətdə həyası olur, ədəbi olur. Və bunun sayəsində o ayılır, ayılandan sonra artıq özünü imamın ordusuna yetişdirir və deyir ki, əgər mən indi tövbə eləsəm və sizin dəstəyə qoşulsam, qəbuldur. İmam deyir ki, qəbuldur. Və ilk insan olur, hətta başı aşağı olur həmişə və döyüş meydanına gedəndən də utanaraq gedir və imamın dizləri üzərində şəhadətə yetişir. Aqibəti xeyr olmaq, yəni bu. Naümid olmamaq, yəni bu. İnsanın imama nisbətdə həyalı olması, iffətli olması, Allahın qarşısında həyalı olması bais olar ki, o insan sonda səmərəli surətdə dünyadan gedər. Digər xüsusiyyət isə hüsn-ü xulq deyirlər, yəni xoş əxlaq. İmamın dostlarının hamısında xoş əxlaqlılıq var idi. Yumuşaq əxlaqları var idi ki, bugünkü dövrün insanlarında bu çətin tapılan bir xüsusiyyətdir. Amma hər kim özündə bunu formalaşdırsa, həqiqətən də böyük bir müvəffəqiyyət əldə edər və imamımızın özündə də bu xüsusiyyət var idi. İmamın dostlarında bu xüsusiyyət də sözsüz ki, var idi. Digər nöqtə isə qeyd etdiyim kimi bütün digər xüsusiyyətləri özündə toplayandır. Başda qeyd etmişdim ki, ən əsas xüsusiyyəti onların hürriyyəti idi, yəni azadlıqları idi, azadə olmaları idi. Bunu başda qeyd etmişdim, amma İmam Sadiqin sözündə də bu öz əksini tapır. İmam Sadiq deyir ki, hürriyyət xarlığın müqabilindədir. Yəni hürr olan insanlar, azad olan insanlar heç vaxt zillətə tabe olmurlar. Ona görədir ki, hər kim İmam Hüseynin ardıcan gedirsə, məhz heyhat minnə zillə şuarı onun şuarına çevrilir. Yəni biz zillətə boyun əymərik, heç vaxt zillətə boyun əymərik. Çünki bu İmam Hüseynin əməldə göstərdiyi şuarı idi və İmam Hüseynin dostlarının əməldə göstərdiyi şuarı idi və hürriyyət elə bir xüsusiyyətdir ki, digər saydığım bütün xüsusiyyətləri hürr olan şəxslər özlərində cəm eləyib toplayırlar. Və hürr olan şəxslərin, ola bilər ki, azad olan şəxslərin hər hansı bir xüsusiyyətləri, yəni hürr olan şəxslər necə olurlar, hansı xüsusiyyətləri özlərində əks etdirməlidir, necə edək ki, biz azadə şəxs olaq. Bunları da inşallah ki, mən sizə vədə verirəm ki, gələn bəhsimizdə davam edəcək. Hürriyyəti olan şəxslər necə bir şəxslərdir, hansı xüsusiyyətləri özlərində toplayırlar və bu şəxslər məhz İmam Hüseynin səhabələri idi və onların hürriyyəti barəsində də mən gələn bəhsimizdə inşallah ki, danışacağam. Hələlik sizi Allaha əmanət edirəm. Allahdan diləyirəm ki, bizə və sizə tövfiq versin, müvəffəqiyyət versin ki, bu gözəl xüsusiyyətləri nə qədər ki, həyatdayıq özümüzdə toplaya bilək inşallah. Allaha əmanət olun. Gələn dəfə görüşmək ümidi ilə.